İran müharibəsinin Azərbaycan iqtisadiyyatına olan təsiri necə olacaq? Buna baxmaq üçün İrandan Azərbaycana gələn məhsulların ümumi dövriyyəsinə baxmaq lazımdır və hansı mənşəli məhsullar gəlir? 633 milyon dollarlıq bir məhsul var ortada. Bu məhsullar kənd təsərrüfatı, qida mənşəli məhsullar, həmçinin də inşaat sektoru üçün lazımlı məhsullardır. Və həmçinin də bugünkü vəziyyətdə Azərbaycandan uçan və yaxud da Azərbaycana uçan hava yolu şirkətləri artıq ləğv olur. Bu da turizm sektorumuza təsir edəcək. Turizm sektoru elə bir sektordur ki, buna bacasız sənaye deyirlər. Burada artıq demək olar hər kəs turizmin çörəyini yeyir. Sadəcə otellər, sadəcə nəqliyyat xidməti verən insanlar deyil. Həmçinin də burada neft qiyməti var. Neftin qiymətinin bahalaşacağı gözlənilir. Bu da dövlət büdcəsinə müsbət təsir göstərə bilər. Amma bir sual var. Müharibə uzun mu çəkəcək, qısa mı çəkəcək? Bundan